oyansın. Yəni uşaqların elə bir ki, şagirdlərin də səhvini də, düzünü də olduğu kimi onlara deməliyik. Səhvlərindən necə nəticə çıxardacaq onu başa Yol salmalıyıq. istiqamət göstərməliyik, bəli müəllim. Əslində müəllim var ki, rəy verərək şagirdlərini qapalı düşüncəyə apara bilər. Müəllim var ki, rəy verərək şagirdlərini açıq düşüncəyə yönləndirə bilər. Yəni bu bir müəllim olaraq bizim edə biləcəyimiz bir işdir. Amma daha çox tövsiyə edərəm ki, biz açıq düşüncə tərzi formalaşdırmalıyıq Mətanət müəllimə, yoxsa qapalı düşüncə tərzi formalaşdıraq? Yəni açıq düşüncə tərzi məncə şagirdlərdə daha çox formalaşmalıdır ki, uşaqlar sərbəst öz fikirlərini deyirlər. Məsələn, hər səviyyədə olan uşaqlar özlərinin düşüncə tərzinə görə fikirlər söyləyirlər. Bu onların həm də inkişafına kömək edir. Qapalı bilirik ki, biz qapalı yalnız bir suala, yaddaşa görədir də. Məsələn, müəllimə o yaddaşa əsaslanan sual, faktalı bir fakt, bir cavabı var. O açıq qapalı suallardır, müəllimə, siz dediyiniz. Açıq qapalı suallar. Amma açıq düşüncə ilə qapalı düşüncə Karol Dweck'in düşüncə tərzi nəzəriyyəsidir. Bu o deməkdir ki, müəllimə, açıq düşüncə sahibi olan şagirdlər heç vaxt çətinliklərdən qorxmur. Çətinliklərə, səhvlərə, uğursuzluqlara bir öyrənmə fürsəti kimi baxırlar. Onlar heç vaxt ruhdan deyir, mən hələ ki bacarmıram. Amma bacaracam.